Bugün Azərbaycanın yanında olan iki ölkəyə diqqət yetirəndə biri nüvə baxımından kifayət qədər aktiv və öndə olan ölkələrdən biridir. Digəri də NATO ölkəsidir. Azərbaycan bugün daha çox Türkiyə ilə bu müstəvidə əməkdaşlıq edir. Yəni Azərbaycan prezidenti də elə NATO nümayəndələri ilə görüşərkən dedi ki, biz NATO ordu sisteminin inteqrasiyası istiqamətində işlər görürük. Türkiyə ilə də sıx əməkdaşlıq edirik. Həm nüvə dövləti, həm də NATO ölkəsi olan iki ölkəni, yəni qarşımıza götürəndə, bu barədə təhlillər aparanda əslində bizim üçün yaradacağı imkanlar nələrdən ibarət olacaq? Hansı istiqamətdə? Hərbi, yoxsa hərbi texniki, döyüş hazırlığı baxımından, yoxsa hamısını birlikdə? Hamısını birlikdə də müəyyən qədər, vaxtınız çatdığı qədər danışa bilərik. Qısaca deyəcəm. Ümumiyyətlə, informasiya üçün, məlumat üçün deyim ki, belə deyək, standart dedikdə hər bir ölkənin özünün ordu standartı mövcuddur. Hətta NATO-ya üzv olan ölkələrin ordu strukturlarının standartı da fərqlidir. Söhbət hərbi texniki baxımdan standartdan gedir. Əlbəttə ki, Azərbaycan uzun illər əvvəl, 1997-ci ildən, təxminən 98-ci ildən başlayaraq bu standart istiqamətində öz işlərini həyata keçirtməyə başladı. Və hətta deyərdim ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin belə deyək, birbaşa, yəni bu iştirakı ilə Türkiyə ilə strateji əməkdaşlığa dair müqavilə imzalanmışdı. Bunun da tərkib hissələrindən biri hərbi əməkdaşlıq idi və orada elə dolayısı ilə bizim bu istiqamətdə fəaliyyətimiz nəzərdə tutulurdu. Əsas məqam biz hərbi texniki məsələyə yönəltməliyik. İndi etiraf etmək lazımdır ki, bugün dünyanın əsas texnoloji uğurları, yəni fundamental olaraq, yəni ən azı 20-ci əsrdə və 21-ci əsrin biz əvvəlində biz qərbdə bunu görürük. Qərb ölkələri bu və ya digər formada bu texnologiyalara malikdirlər. Təbii ki, siz sual verə bilərsiniz, bəs Çin, bəs Koreya, bəs Yaponiya. Əlbəttə ki, bunların da müəyyən məsələlərdə imzaları var, amma daha əvvəl onlardır. Yəni, ən strateji silahların, həm taktik raket komplekslərinin, taktik raketlərin, yəni yer-yer tipli yaradılması, həm nüvə silahının başlığının, aviabombaların və bütün digər adını bir-bir çəkmək istəmədiyim məhsulların yaradılması onlarladır. Digər tərəfdən də müasir ordu sistemində bu texnologiyaların istifadə olunması, daha doğrusu əraziyə uyğun olaraq daha uyğun, uğurlu məhsulların istifadəsini də onlar daha uğurlu şəkildə, daha üstün şəkildə həyata keçirirlər. Bu baxımdan Azərbaycanın qarşısında duran məsələlərdən biri də həm də qərb texnologiyasını, yəni NATO dedikdə biz əslində qərb nəzərdə tuturuq. NATO-nun heç bir üzvü Asiyada yerləşmir. Bu qərb texnologiyasını mənimsəməyə çalışırıq. Bugün Azərbaycan bu mənimsəmə prosesi müdafiə sənayesi sektorundan ilk növbədə başlamalıdır. Əlbəttə ki, Azərbaycan ordusu qərbdən müəyyən satın almalar həyata keçirib. Amma bu, gələcəkdə müəyyən asıllığın formalaşmasını yarada bilər. Amma özümüzün istehsalı olsa, bu problemlər artıq aradan qaldırılır. Yəni, belə sadə dildə desək, bəli, məsələn, deyək ki, bugün Azərbaycan ordusunun milli silahının, yəni əsas silahının, ordunun, əskərin əlində olan əsas silahın adı AZ-762-dir. Bu, Kalaşnikov AK-47-nin 103-ün bazasında yaradılan silahdır. Kalibri çapı 7.62-39-dur. Amma NATO-nun silahlarının kalibri, yəni kiçik çaplı 5.56-45-dir. Biz 5.56-45-ə keçidi həyata keçirə bilərik. Qərbdən, deyək ki, M4, M16 və digər avtomatları, silahları alıb gətirə bilərik. Türkiyədən MPT-76-nı. Amma məsələ burasındadır ki, onun gündəlik istifadəsi üçün, davamlı istifadəsi üçün biz onun mərmilərini istehsal etməliyik. Bu baxımdan hesab edirəm ki, bu proses paralel olaraq getməlidir. Yəni, təkcə, deyək ki, hansısa bir məhsulun alınması deyil, həm də bunun gələcəkdə yaradılması, modernləşdirilməsi və s. işlərini də Azərbaycan həyata keçirməlidir. Bu baxımdan Azərbaycan dövləti həm ordu qarşısında, həm də müdafiə sənayesi sektoru qarşısında məhz bu tələbləri qoyub və bu istiqamətdə də işlər aparılır. Amma bu qısa müddətdə həyata keçirilə biləcək proses deyil, uzun müddətli bir prosesdir. Bu baxımdan hesab edirəm ki,
mərhələ-mərhələ, addım-addım gələcəkdə, sülh dövründə Azərbaycan silahlı qüvvələri bir neçə istiqamətlərdə bu işləri həyata keçirəcəklər və gələcəkdə Azərbaycan Türkiyənin Qərblə əməkdaşlığı təcrübəsindən bəhrələnəcək, lazım olan məhsulları oradan alacaq. Pakistan da dolayısıyla qərb texnologiyasını mənimsəyib, yəni böyük əksəriyyəti texnologiyaları, qərb texnologiyasıdır və özünün də yaratdığı var, kəşfləri var, filanları var və sonunda əsas məqsəd nədir? Əsas məqsəd daha müasir texnologiyalara malik olmaqdır. Yəni, məsələn, Çinin istehsal elədiyi müasir Zenit raket kompleksli Q-9 deyək ki, daha müasir texnologiyadır. Hava hücumundan müdafiə sisteminə daxil olan avadanlıqlardan, qurğulardan biridir. Çin qərb deyil ki, amma müasir olduğuna görə biz Çindən onu aldıq. Və yaxud da CF-17 qərb texnologiyası deyil, şərq texnologiyasıdır, amma onu aldıq. Yəni, bu baxımdan hesab edirəm ki, Azərbaycanın üstünlüyü odur ki, Azərbaycan həm qərblə, həm şərqlə əməkdaşlıq edərək özünün modelini formalaşdırır və bu istiqamətdə də inkişaf edir.